Yoldaşlar, deyir ki, mərkəzi 2-3 nöqtəsində olan çevrə -1-7 nöqtəsindən keçir. Bu çevrənin uzunluğunu tapın. Uzunluq tapmaq üçün birinci bunun nəyini tapmalıyıq yoldaşlar? Radiusunu. Radiusunu da tapmaq üçün buradan, mərkəzdən bura qədər olan məsafə deyilmi? Descartes koordinat sistemi üzərində iki nöqtə arasındakı məsafə necə tapılırdı? Düsturu bilən varmı aranızda? Bəli. Necə? Buyur. Köşaltda D bərabərdir köşaltda x2 x birim. Tamamilə doğrudur Zavan oğlan. O düsturda hardan yaranır? Baxın, bura zəhmət olmasa x1 bu nöqtəyə deyirəm. Düz bucaqlı tutaq yaradırsınız da elə bir şey oldu, hə? Bəli. y1, y2. Bu nöqtə ilə bu nöqtə arasındakı məsafəni axtarıramsa mən. Diqqətiniz burada olsun yoldaşlar. Bunları birləşdirirəm. Aradakı məsafəyə D desəm. Bura 8, bura 3-dürsə, arada qalan məsafə 5 deyilmi? Necə tapırıq? 8-dən 3-ü çıxırıq. Yəni, x2 çıx, x1. Bura 10, bura 2-dirsə, arada qalan məsafə 8-i necə tapıram? y2 çıx, y1 deyilmi? y2 çıx, y1. Bura y2 çıx, y1-dirsə, burada y2 çıx, y1-dir. Bura x2 çıx, x1-dirsə, burada x2 çıx, x1-dir. Düz bucaq olduğuna görə Pifagor teoremi tətbiq etsəm olur. D kvadratı bərabərdir. Kök altında D kvadratı bərabərdir. Y2 çıx, y1-in kvadratı. Üstə gəl, x2 çıx, x1-in kvadratı. D kvadratdır deyə hər iki tərəf kök altına salsam, kvadratla kök gedir. D bərabərdir, bu qalırmı? Aradakı məsafə. Burada aradakı məsafədə R-dir deyə, bu verilənləri gətirib yerinə qoyub tapa bilərəmmi yoldaşlar?